Salamlar hər kəsə, hər vaxtınız xeyir olsun əziz dostlar. Biz bugün sizlə magistr qəbul imtahanına son 3 ildə təkrar düşən mövzulardan biri modal feillər barədə danışacağıq. Modal feillər nələrdir? 2023, 24, hətta 25-ci ildə modal feildən qəbul imtahanında sual olub və bu ildə bu ehtimal çox yüksəkdir ki, yenə modal feillərdən hansısa bir sual düşə bilər qrammatika hissəsinə. Gəlin görək ümumiyyətlə modal feil nədir? Hansı tip suallar düşə bilər? Və bir ümumi olaraq modal feilləri tanıyaq. Əvvəlcə modal feil haqqında onu deyim ki, ingilis dilində feillərin bir neçə növü var. Əsas feillər, köməkçi feillər, modal feillər. Əsas feilləri biz bilirik. Əsas feillər cümlədə əsas xəbər olur, hərəkəti bildirir. Məsələn, I go, mən gedirəm, I read, I listen, I learn və s. Buradakı hərəkəti bildirən əsas feillər cümlənin elə əsas feilidir, yəni xəbəridir. Köməkçi feillər bizə sual və inkarları yaratmaq üçün lazım olur. Am, is, are, to be-nin formaları, do, does, did və yaxud da gələcək zaman will şəkilçisi və s. Bunlar deməli köməkçi feillərdir ki, bizə suallarda və inkarlarda daha çox kömək eləyir. Modal feillər isə əsas feilin mənasını qüvvətləndirmək üçün istifadə olunur. Ona məna çaları verir. Məsələn, deyirəm ki, I speak, mən danışıram. Bu cümlənin mübtəda və xəbəri, yəni əsas feili speak-dir. Amma desəm ki, I can speak, mən danışa bilirəm. Deməli, bu artıq bu feil burada modal oldu. Yəni, danışmaq feilinə müəyyən məna çaları verir. Mən danışa bilirəm və yaxud da I must speak, mən danışmalıyam. Malı məli kimi tərcümə olunur. Və yaxud da may I speak, danışa bilərəm, icazə mənasında. I need to speak, danışmağa ehtiyacım var və s. Deməli, bizim modal feillərimiz cümlədə əsas feilin yanında gələrək ona məna çaları vermək üçün istifadə olunur. İndi isə gəlin həmin modal feilləri tanıyaq. Görək hansı modal feillər var ingilis dilində. Əvvəlcə yazıram can modal feili. Tərcüməsi bilmək, bacarmaq deməkdir. Yəni mən bu işi bilirəm, bacarıram və s. Bir keçmiş zaman forması var, could. Bilirdim, bacarırdım, edirdim və s. Bu kimi tərcümə olunur. Buradan qısaca yazıram. Keçmiş zaman forması. Daha sonra keçirik. Məşhurlardan yazıram. Ən çox testlərdə düşən modal feillərdən must modal feili. Tərcüməsi malı, məli deməkdir. Etməliyəm, getməliyəm, görməliyəm və s. Keçmiş zaman forması yoxdur. Daha sonra yazırıq may modal feilini. May modal feilinin tərcüməsi olar, bilər kimi tərcümə olunur. Yəni, bir növ icazə, xahiş kimi situasiyalarda istifadə edirik biz bunu. Gələ bilərəmmi? Məsələn, may I come in? Girə bilərəmmi? May I speak? Danışa bilərəmmi? Və s. Bir keçmiş zaman forması var. O da might kimi tələffüz olunur və bu şəkildə yazılır. Yenə yazıram keçmiş zaman forması. Daha sonra modal feillərimizdən deməli can, must, may, have to, has to, had to modal feili var. Have to, belə yazaq dropla, has to və had to modal feili. Deməli, cümlənin əsasən modal feilin özü have to-dur. Amma bunlar isə onun formalarıdır. Has to şəxsə görə dəyişmiş, had to isə zamana görə dəyişmiş formasıdır. Bunların da tərcüməsi ingilisində malı məlidir. Bu şeyi etməliyəm, yəni etməyə ehtiyacım var və s. Bu kimi tərcümə edirik. Daha sonra should modal feili var. Should'un tərcüməsi gərək deməkdir. Gərək məsləhət xarakterli cümlələrdə istifadə edirik. Gərək gedərdim, gərək oxuyardım, gərək bu dərsi öyrənərdim və s. Daha sonra bunun bir sinonimini yazıram. Ought to kimi tələffüz olunur. Bunun da tərcüməsi gərək deməkdir. Demək olar ki, should-la bir-birinə bərabərdirlər. Sadəcə bundan sonra to var, ought-dan sonra to var, amma should-dan sonra to yoxdur deyə bir-birindən bu cür fərqlənir. Və daha sonra need modal feili. Need modal feilini burada ayrıca yazıram və bunun haqqında ayrıca danışacağıq. Need modal feilinin tərcüməsi də ehtiyacı olmaq deməkdir. Bununla bağlı ümumi geniş bir şəkildə izah verəcəyik. Deməli, birinci başlayaq can və could modal feilləri ilə. Sualı və inkarı özü ilə düzəlir. Məsələn, sual verəndə deyirəm ki, can I speak, danışa bilərəm, sual cümləsində istifadə edirik. Daha sonra keçmiş zamanında could I have, məsələn, could I have your number, telefon nömrənizi ala bilərəm. İcazə mənasında, bilərmi mənasında, bunu edə bilirəm, bacarıram və s. kimi tərcümə verir. Sualda da, inkarda da özündən düzəldirəm. Məsələn, deyirəm I can't speak French, mən fransızca danışa bilmirəm. Daha sonra malı məli.
Bunun istifadə yeri isə qaydalar, qanunlardır. Qayda, qanun yazıram burada qısaca. Özünüz üçün qeydlər götürüb öyrənə bilərsiniz. Qayda, qanunlarla işlədirik maslı. Mən bunu etməliyəm. I must go to university. Universitetə getməliyəm. Əks halda yəni bu mənim üçün pis olacaq, çünki bu bir qaydadır. Yəni mən bu qaydadan kənara çıxa bilmərəm. May, olarmı, bilərmi tərcüməsi verir. Dediyim kimi, xahiş, təklif, istək bildirən cümlələrdə may I come in, girə bilərəmmi? Daha çox sual cümləsində işlənir. Buraya yazıram qısaca sual cümləsi. Hər ikisinin, həm must'ın, həm də may'in inkarı və sualı özü ilə düzəlir. I mustn't go, getməməliyəm. Məsələn, I may not come, gələ bilmərəm. Bu kimi deməli cümlələrdə həm özünə not artırıb, həm də özünü cümlənin əvvəlinə qoyub sual inkar yarada bilərik. Might da bunun keçmiş zaman forması eyni ilə. Gəlirik should və ought to modal feillərinə. Hələ ki have to-nu saxlayaq buradan. Should və ought to modal feili hər ikisi məsləhət xarakterlidir. Gərək, edərdim, bir növ məsləhət kimi və s. işlədirik. Məsələn, deyirəm, gərək imtahana hazırlaşardın. You should, sən imtahana hazırlaşmalısan. Sadəcə bu bir məsləhətdir, yəni qayda deyil. You should prepare for exam. Bu şəkildə. Və sualı inkarı da özü ilə düzəlir. Məsələn, deyirəm ki, should I call you? Sənə zəng etməliyəm. Yəni, gərək var zəng etməyimə. Yəni, bu kimi cümlələrdə istifadə edirik və sualı inkarı da özü ilə düzəlir. Yəni, sualında cümlənin əvvəlinə qoyuram. Should I call you? Bu şəkildə. Və yaxud da inkarında özünə not artırıram. Ought to-da biraz diqqətli olaq. Bəzən uşaqlar qarışdırır. To-ya inkar filan artırır. Qətiyyən, to orada hissəcikdir, söz önüdür. Biz ought-un özü ilə işləməliyik. Sualda cümlənin əvvəlinə qoyuram ought-u. Cümlə bu şəkildə olur. Ought I to go, məsələn. Bu şəkildə. Ought-un to-su ilə birlikdə əvvələ keçirmək olmaz. İnkarda da ought-un özünə not artırıram. Düzəlir. İndi gələk biz burada danışmadıq nə haqqında? Have to, has to və had to modal feili. Bunlar haqqında danışmadıq. Gəlin aşağıda ayrıca göstərim. Deməli, have to, has to modal feilinin tərcüməsi malı, məlidir. Have to, has to, had to. Bu yuxarıda gördüyünüz have, has indiki zamana aiddir. Had isə keçmiş zaman formasıdır. Keçmiş zaman forması. Bunların hər birindən sonra belə ümumi yazım to hissəciyi gəlir və mütləq şəkildə to ilə heç vaxt ayrıla bilməz. Have to, has to, had to'nun arasına heç vaxt söz girə bilməz. Yəni cümlə bu cür olmalıdır. I have to go. Məsələn, getməliyəm. Getməyim lazımdır. Qayda qanun deyil, sadəcə bunu özüm üçün etməliyəm. Deməli, mübtəda və xəbərin arasında işləndi və özündən sonra mütləq şəkildə başqa bir feil gəlməlidir. Həm də to ilə arasına heç bir söz girə bilməz. İndi gələk əsas məsələyə. Bu modal feilin sual və inkarını düzəldəndə biz nədən istifadə edəcəyik? Bu dəfə özündən yox, köməkçi feillərdən. Hansı ki, do, does və did köməkçi feillərindən biz istifadə edirik sual və inkar düzəltmək üçün. Məsələn, do I have to go? Bu şəkildə olacaq cümlənin sualı. Does she have to go? Niyə indi burada have yazdım? Çünki does-la sual vermişəmsə, normalda she has to olmalıydı, amma have-ə keçdi. Və yaxud da did she have to? Məsələn, something, nəsə başqa bir feil qoyacam bura. Deməli, did-lə də, does-la da sual verəndə əsas fikir verəcəyimiz şey nədir? Feil qayıtsın have to versiyasına. Çünki biz bilirik ki, zamanlarda bunu öyrənmişik. Does, do, did sual verəndə feil qayıdır ilkin versiyasına. Yəni, bir cümlədə 2 dənə s-li, 2 dənə id-li keçmiş zamanlı feil ola bilməz. Ona görə də biz bu köməkçi feillərdən istifadə edərkən elə həm əsas feili, həm də modal feili ilkin versiyasına qaytarmalıyıq. İndi bunları test üzərində də sizə göstərəcəm. Bəli, inkarlarını da düzəldəndə biz burada have to, has to-nun inkarını düzəldəndə do, does-dan istifadə edirik. Məsələn, I don't have to, məsələn, call, zəng etməməliyəm. Və yaxud da she doesn't, inkarda doesn't have to, məsələn, something, hansısa bir feili yaza bilərik. Bu şəkildə. Deməli, feillərin inkarını düzəldəndə, bu modal feillərin inkarını düzəldəndə do, does-dan istifadə etdik. Keçmiş zamanda da did-dən, did not-dan istifadə edəcəyik. Sadəcə fikir veririk ki, bunlardan istifadə edəndə feillərimiz have to versiyasına qayıtsın, yəni ilkin versiyaya qayıtsın. Ən çox düşən modal feillər bunlardır. Have to, has to və bir də need modal feili. Gəlin, indi need modal feili haqqında ayrıca danışaq.
Need deməli cümlədə iki funksiyası var. Bir modal feil ola bilir, bir də əsas feil ola bilir. Öz tərcüməsi ehtiyacı olmaq və yaxud da lazım, ehtiyacı olmaq və lazım kimi tərcümə olunur. Buradan da yazaq lazım. Yəni bu şey lazımdır, belə olmalıdır, ehtiyac var və s. İndi biz birinci bunun modal feil funksiyasını öyrənirik. Bir yazıram buradan modal feil kimi. Modal feil nə deməkdir? Bayaqdan öyrəndik. Modal feillərin yeri haradır cümlədə? Təbii ki, cümlənin mübtəda xəbərin arası deyirəm ki, I, mən və yaxud da başqa bir feil, başqa bir mübtəda da yaza bilərsiniz. I go və mübtəda xəbərin arası olduğuna görə bura need yazıram. I go xəbər, need də oldu burada modal feil. I need go. Bəli, bu modal feildir. Çünki biz dedik ki, modal feildən sonra xəbər gəlməlidir. Yəni modal feil mübtəda xəbərin arasında işlənir. Bu hissəsi okeydir. Və modal feil olanda biz sualın inkarını özündən verəcəyik. Cümlənin əvvəlinə qoyuram, olur sual cümləsi. Deyirəm ki, need I go bu şəkildə. İndi özümüzə sual verə bilmədiyimizə görə need you da deyə bilərəm. İnkar da düzəldəndə deyirəm ki, məsələn, başqa bir mübtəda qoyaq. You needn't bu şəkildə needn't go. Sən getməli deyilsən. Yəni ehtiyac yoxdur getməyinə bu şəkildə. İndi keçək bunun əsas feil kimi funksiyasına baxaq. İkinci əsas feil. Əsas feil olanda need əsas feil olanda artıq elə cümlənin özü bu feildən təşkil olunmuş olur və burada arasına başqa bir feil girə bilməz. Deyirəm ki, I need və salam, başqa bir feil gələ bilməz. I need a pen. Mənə qələm lazımdır. Deməli, I mübtəda, need də xəbər oldu, pen də cümlənin tamamlığı. Yəni əsas feil olanda özü cümlənin əsas feilidir deyə başqa bir feil işlənmir yanında. Mübtədanın yanında gəlir və özündən sonra tamamlıq, yəni cümlədə isim, sifət, başqa bir əvəzlik, yəni başqa nitq hissələri olmalıdır. Amma modal feil olanda, çünki modal feil xəbərin yanında xəbəri təyin edir, orada bir feil gəlməlidir. Bu cür ayırd eləyə bilərik. İndi yaxşı, biz bunları niyə öyrənirik? Niyə lazımdır bizə bilək ki, bu əsasdır yoxsa modaldır? Sualını və inkarını düzəltmək üçün. Sualını düzəldəndə modal feilin özündən istifadə edirəm. Amma burada əsas feildir deyə mən əsas feili heç vaxt sual cümləsində istifadə edə bilmərəm. Onlara sual vermək üçün biz do, does köməkçi feilindən istifadə edirik. Deyirəm, do you need a pen? Sənə qələm lazımdır, qələmə ehtiyacım var. Bu şəkildə gördüyünüz kimi bunun sualını verəndə biz do-dan istifadə etdik. Yəni need-in özünü əvvələ qoymadıq. Çünki need burada əsas feildir. Əsas feili biz sualda və inkarda yerindən tərpədə bilmərik. Bu kimi yadda saxlayırıq. İndi ola bilər ki, need-dən sonra başqa bir feil gəlsin, amma yenə də əsas feil olsun. Biz bu feili necə yadda saxlayaq, necə ayırd eləyək? Təbii ki, o feil to-lu olacaq. Deyirəm, I need to go. Biz öyrəndik ki, modal feildə to gəlmir. Need modal feilindən sonra modal feil olarsa to gəlməz. Amma to gəlibsə, deməli bu yenə əsas feildir. Bu mübtəda, bu xəbər, to gəlibsə bilirəm ki, bu hissə tamamlıqdır. Sadəcə məstər tərkibli bir tamamlıqdır. Burada pen necə tamamlıq idisə, burada da to go tamamlıqdır. Getməyə, nəyə ehtiyacım var? Yəni lazım olan şey nədir? Tamamlıq. To go-dur. Sadəcə məstərlə ifadə olunub deyə qabağına bir to yazıblar. İki feilin arasında da işlədəndə to, yadınızdadırsa belə bir qayda demişdik ki, iki feilin arasında həmişə to olmalıdır. Baxın, o qaydaya əsaslanır. Yəni biz burada da bunun sualını və inkarını düzəldəndə do-dan, does-dan istifadə etməliyik. Deyirəm ki, do you need və to go cümlənin ardına olduğu kimi yazıram. Bu şəkildə biz bunu bir-birindən ayırd eləyə bilərik. Bir də təkrarlayaq. Need modal feildirsə, özündən sonra xəbər gəlməlidir, amma arasında heç bir şey olmadan, yəni to-suz, ing-siz heç bir şey olmadan birbaşa xəbər gəlməlidir. Və o zaman bilirəm ki, modal feildir. Modal feil olanda sualını və inkarını özü ilə düzəldirəm. Need-in özünü əvvələ qoyuram, need-in özünə inkar artırıram. Əsas feil olduqda isə əsasdır deyə yerindən tərpədə bilmirəm. Və onun sualının inkarını düzəltmək üçün do, does-dan istifadə edirəm. Do-nu əvvələ qoyanda olur sualı, inkarını isə don't, məsələn, bu şəkildə yazaram ki, I don't need to go. Yəni, do-ya, does-a deməli, not artırmaqla düzəldirik. Sadəcə burada ola bilər ki, əsas feil olanda ya isim gəlsin, tamamlıq olsun, ya da
To'lu bir məstər gəlsin, tamamlıq gəlsin özündən sonra. Hər iki halda to da gəlsə, isim də gəlsə bilirəm ki, bu artıq əsas feildir. Modal feil olan funksiyası bir dənə budur ki, birbaşa feil gəlsin və o feillə modalın arasında əlavə heç bir şey istifadə olunmasın. Və salam, needin həm əsas, həm modal funksiyasını öyrəndik. Digər modal feillərin hamısını tanıdıq. Have to, has to, yeganə modal feillərdir ki, sualı inkarı do, doesla düzəlir. Qalanlarından should, must, may, could, can tərcümələrini bilsək kifayət eləyər. İndi isə gəlin bir neçə test üzərində, hansı ki qəbula düşmüş testlər olub bu son 3 ildə, həmin testlərə baxaq və praktika üzərindən daha yaxşı yadda saxlayaq. Gəlin test nümunələrinə elə dimin öz toplusundakı testlər üzərindən baxaq. Deməli, birinci sualdan başlayırıq. Birinci sualda nə soruşur bizdən? Əsas məsələ hara fikir verməkdir? Boşluqdan sonra gələn hissəyə. Baxıram ki, hər iki boşluqdan sonra sadə bir feil gəlib, heç bir to göstəricisi falan yoxdur və demək olar ki, modal feillərin 80%, 70% tərcüməyə əsaslanır. Qatar saat 7-də yola düşdüyünə görə I leave the house now. Mən evi indi tərk etməliyəm, edə bilərəm. İndidən danışır deyə buradan keçmiş zamanları çıxıram. Çünki cümlənin sonunda now var. Yəni must və maylərdən biri olacaq. İkinci tərəfdə də qorxuram ki, be late, gecikə bilərəm. Bilmək söz olduğuna görə can olacaq. Gecikməliyəm yox, gecikə bilərəm. Ona görə cavabımız olur D variantı. İkinci suala baxırıq. Deyir ki, if she follows the doctor's advice, əgər o həkimin məsləhətlərinə əməl etsə, she özündən sonra to gəlibsə, can, could, özündən sonra to gəlmir. Will be able to olmalıdır. Bayaq bu modal feil əslində demədim orada. Çünki çox düşən bir modal feil deyil. To be able to qaydasıdır. To be-nin yerinə to be-nin formalarını qoyuram. Məsələn, will be. Burada be-si yoxdur deyə olmaz. Qalır A variantı və C variantı. Əgər həkimin məsləhətlərinə əməl etsə, advice məsləhətlərə əməl etsə, follow izləsə, she will be able to skate very soon again. Yəni tezliklə yenidən ayağa dura bilər, onda will be able to olmalıdır. Yəni gələcək zamana. Çünki cümlənin sonunda soon var. Ona görə gələcək zaman qoymalıyıq. Məsələn, digər testlərimizə baxırıq. Yenə nöqtədən sonra to gəlib. Could-lardan sonra to gəlmir. Bunu çıxırıq. May-dən sonra to gəlmir, çıxırıq. 2 dənə variant qalır. Biri təsdiq, biri inkardır. Deyir ki, difficulty, çətinlik elə idi ki, biz qayıqla çayı keçə bilmədik. Yəni, inkar varsa, deməli, difficulty, çətinlik varsa, onda inkar olacaq. Biz çayı keçə bilmədik. D variantı. Məsələn, 4-ə baxırıq. Görürəm ki, özünə sonra to filan heç nə gəlməyib. Amma burada nə able-ın to'su var, nə də have-in to'su var. Qalırıq 3 dənə variantın arasında. Must, needn't, mustn't, needn't və should. 2 inkar, 1 təsdiq varsa, cavabımız təsdiq olan variant olacaq. Çünki inkarda onsuz da bunlar sinonimdir. Yanaşı qoya bilmərik heç birini. Yəni, o 2 variant varsa, deməli 3-cü təsdiq olmalıdır. Yəni, bu kimi qaydalarla işləyə bilərik. Daha sonra biraz baxaq, məsələn, 12-ci sualda. 12-ci sualda he hurt his arm, o qolunu yaraladı. Buna görə də o indi işləyə və yaza bilmir yəqin ki. Ona görə baxıram burada hurt keçmiş zamandadır. Ola bilər yaralayıb keçmişdə, amma indi yaza bilməsin və yaxud da keçmişdə yaza bilmirdi. Able-dan sonra to yoxdur deyə D variantı çıxır. İkinci tərəfdə isə özündən sonra to var. To varsa, deməli bu hansı variantlar ola bilər? Won't be able to, deməli o dərsə gələ bilməyəcək. Can't and burada bir to olduğuna görə özü. İkinci bir to'nu yaza bilmərik. Çünki nöqtələrdən sonra özündə to var. Onda qalır, birinci tərəfdə də inkar olmalıdır. O yazıb oxuya bilmirdi. Və ona görə də dərsə gələ bilmədi bir müddət. Cavab olacaq Y variantı. He had to miss the lesson. Yəni bir neçə dərsi buraxmalı oldu. Daha sonra 13'ə baxırıq. O inanır ki, ya inanır ya da inana bilmir ki, imtahanı uğurla keçib. Onda məsələn, birinci tərəfə inana bilmir yazmalıyam. Çünki tərcümə belə tələb eləyir. Must olan hissələri çıxıram, inanmalıdır hissəsini çıxıram. İkinci tərəfdə məsələn, to yoxdur deyə able-ı çıxıram. Burada will-in B-si yoxdur deyə D variantı da gedir. Qaldıq A və Y variantı arasında. O inana bilmirdi ki, imtahanı keçib, indiki zaman uzlaşması pozulur. Bir keçmiş, bir gələcək, bir indiki qoya bilmərik. Cavab olacaq Y variantı. He couldn't believe, inana bilmirdi ki, he would be able to pass exam. İmtahanı keçməyə bilər, yəni keçməyə bacara bilər. Belə tərcümə eləyirik və cavabımız olur Y variantı.
Yəni çox sadə, sadəcə tərcüməyə əsaslanır. Özündən sonra to gəlib gəlməməyinə, bəzi yerlərdə təsdiq və inkarına baxırıq. Məsələn, 15-ci testdə no longer inkar var deyə bilirəm ki, bir cümlədə 2 inkar olmaz. Buradan A-Y variantı çıxır. İkinci tərəfdə də to gəlib özündən sonra, kəndən və masdan sonra to gəlmir. Avtomatik cavab olur C variantı. Yəni bəzilərini belə variant çıxmaqla da yaza bilərik. Məsələn, 16-cı testdə ikinci tərəfdə to yoxdur, able to-suz işlənməz. Daha sonra there were so many people. O qədər çox insan var idi ki, Linda seçə bilmədi, görə bilmədi. Deməli inkar olmalıdır. Burada could təsdiq də olmaz. Were də keçmiş zamandır deyə is olmaz. Qalır was able not to. Amma yox, burada səhv elədik. Çünki not heç vaxt able-a artırıla bilməz. Was not able to olmalı idi. B yanlışdır. Could inkar deyil, yanlışdır. O zaman cavab olacaq C variantı. Yox, biz Y variantını gözdən qaçırmışıq. Bəli, cavab Y variantıdır. Wasn't able to. Çünki were keçmiş zamanda heç cür C variantı ola bilməz. Isn't indiki zamanda deyə uzlaşma pozula bilməz. Bir anlıq düşündüm ki, ola bilər tamamlıq budaq cümləsidir. Zaman uzlaşması yoxdur. Amma zaman budaq cümləsidir. Tamamlıq deyil. Ona görə uzlaşma pozula bilməz. Is getdi. Burada able-ın to'su yoxdur. Burada inkarı yanlış yerə artırıblar. Bu təsdiqdir. Tərcümə ilə düz gəlmir. Qalır Y variantı. Linda wasn't able to. Belə bu şəkildə. Məsələn, 17-ci suala da baxırıq. When leaving the hotel, oteli tərk edərkən everybody, hər kəs ödənişi ödəməlidir. Baxıram, bütün variantlar inkardır. Deməli, cavab olacaq must, A variantı. Plus, hasn't sualı inkarı özü ilə düzəlmir deyə bu variantı başdan da çıxa bilərdik. Belə, hələ ki bu qədər. Ehtiyac olduğu halda digər testləri də modal feillər bu zamanlarla qarışıq verilib əslində topluda. Seçib özünüz işləyə bilərsiniz modala aid olan sualları. Özünüzü daha da inkişaf etdirmək üçün, yəni qaydanı daha yaxşı yadda saxlamaq üçün bu sualları özünüz işləyə bilərsiniz. Cavabları isə sonunda var. İşləyəndən sonra yoxlaya bilərsiniz. Sualınız olduğu təqdirdə rəylərə yazın. Maksimum dərəcədə cavablamağa çalışacağam. Bugünlük hələ ki bu qədər. Hər birinizə uğurlar. Növbəti videolarda görüşərik. Hələlik.